Tamamilə yeni bir məkana, Niyel Şadlıq Sarayına xoş gəlmisiniz. Bu video çarxa baxdıqdan sonra bir daha əmin olacaqsınız ki, Niyel istənilən ziyafətlər üçün ideal məkandır. Əsas salımıza gedən yol foyedən keçir. İndi isə foyeye keçək. Burada foye o qədər genişdir ki, sanki ayrıca bir banket salondasan. Yüksək, komfortlu divanlar, bar və meyvələrdən ibarət furşet, bütün bunlar menyuya daxildir. Foyenin başqa bir özəlliyi də var. Ziyafətlər zamanı burada meyvələrin təbii şirəsi hazırlanır və qonaqlara verilir. Gördüyünüz bu otaq musiqiçilər üçün nəzərdə tutulub. Şadlıq Sarayının sahibi incəsənət nümayəndəsidir deyə o burada musiqiçiləri ayrıca nəzərə alıb. Bu otaqdan zala birbaşa giriş var. Bax, bura xüsusi bir məkandır, hansı ki insanların rahatlığı və ehtiyacı üçün nəzərdə tutulub. Qardirob, xanımlar üçün istirahət otağı, az yaşlı uşağa sahib analar üçün xüsusi otaq və namaz otağı. Və biz bütün bunları qonaqların rahatlığı üçün əsas salondan xeyli kənarda yerləşdirdik. Burada da gördüyünüz hər şey ən müasir standartlara uyğundur. Kebab üçün nəzərdə tutulmuş bu manqalda dadı damağınızdan getməyəcək kebablar hazırlanır. Bütün yeməklərin hazırlanmasında peşəkar aşbaz heyəti çalışır. Və nəhayət əsas salona daxil oluruq. Bəli, heç bir uzun-uzadı yollar getmədən, pilləkənlər qalxmadan elə birbaşa birinci mərtəbədə yerləşən əsas zaldayıq. Burada nə az nə çox, tam 500 nəfərlik qonağınızı rahatlıqla yerləşdirə bilərsiniz. Zalın sütunsuz olması onun əlavə üstünlüyüdür. Divarlar və tavan elə qurulub ki, burada mükəmməl səs akustikası var. Musiqi səsi qonaqları yormur. Salonun ümumi rəngi də yorucu deyil. Dizaynerlər xüsusi olaraq buna fikir veriblər. Gözü yormayan rənglər və naxışlar seçiblər. Salonun işıqlandırma sistemi də Avropadan gətirilib. Tavandan asılmış çılçıraq və digər işıqlar salonu saraylara bənzədir. Divarlarda quraşdırılmış LED monitorlar da dizayna uyğundur və toyu monitordan daha rahat şəkildə izləməyə imkan verir. Bəy-gəlin kürsüsü isə olduqca sadə hazırlanıb. Ən böyük gözəllik də elə sadəlikdir, amma bu sadəliyin içində görün hansı yeniliyimiz var. Bəy-gəlin masasının arxasında xüsusi komfort otağı hazırlanıb. Yeri gəlmişkən qeyd eləyək ki, 500 nəfərlik əsas saldan əlavə Niyelin 3-cü mərtəbəsində 200 nəfərlik banket zalı da var. Bizə elə gəlir ki, hər şey haqqında ətraflı danışdıq və göstərdik. Peşəkar xidmət, mükəmməl rahatlıq və göz oxşayan gözəllik. Bütün bunları bir ad birləşdirir. Niyel Şadlıq Sarayı.